Bəzən bizdə hamımız talış dilində danışır. Niyə görə danışmamalıyam ki? Talış dilim mənim ana dilimdir. Azərbaycan türkçəsilə mənim dövlət dilimdir. Qutardı. Azərbaycanda talış dilini istifadə edə bilirsinizmi? Haralarda istifadə edirsiniz? Talış dilini öz rayonunda, öz kəndimdə istifadə edirəm. Bəs uşaqlarınıza öyrədirsinizmi? Hə, niyə öyrətmirəm? Danışa bilirlərmi rahat, Bəli. sərbəst? Kəndə gedəndə bəli, hə, talış dilində, talışlarla talış dilində. Belə də ki, sənə də deyə bilərəm ki, sən şuka kinəş. Yəni qəşəng qızsın sən. Talış dilini öz aramızda ailədə istifadə edirik də. Azərbaycan dilində də danışırıq, talış dilində də. Uşaq dünyaya gələn kimi, dil açan kimi elə talış dili danışırıq biz onunla. Azərbaycan dilində danışırıq. Uşaq Azərbaycan dilində bilir, talış dilində bilir. Mən talış deyirəm, amma mənim balalarım talışdır. Lazım olan yerdə danışırlar. Heç kəs ona qadağa qoymur, sərbəstdir hamı. 4-cü sinifə qədər talış dili var, tədris eləyir, mən də müəllimiyəm. Şeirlər bilirlər, mahnılar, hər şey bilirlər. Ya çay verərsən, çay.